Uşaqlar axşamınız xeyir. Bugün yığdığım, deməli, sistemləşdirdiyim daha doğrusu sistem tənliklərlə bağlı olan testləri hazırlamışam və izah edəcəm bir-bir. 22 dənədir cəmi. Diqqətlə qulaq asın. Çünki bu tip məsələlərimizdə uşaqlar çox qarışır və elə düşündüm ki, bu tip məsələni hazırlayıb yönləndirsəm uşaqlara daha yaxşı nəticə ala bilərik. Birincisi, qarışığımızda metan və propan var, yandırmalıyıq. Metan. Oksigen də yandı, alındı, karbon qazı və 2 molekula su. 2 də buraya yazırıq. İndi keçdik propana. Oksigen də yandı. Deməli, burada yazırıq 5 molekula. Tənlik birinci tərəfi A-ya vuraq, ikinci tərəfi B-yə vuraq. A ilə B-miz bərabərdir 10 litrə. Oksigen həcmi birində 2A oksigen var, birində də 5B o qədər oksigen var, bərabərdir 38-ə. Əla. Əvəzləmə yolu ilə nə cürsə istəyirsiniz işləyin. Mən əvəzləməni daha çox xoşlayıram. 10 çıxaq B yerinə qoyaq. 2A, bil A-nın yerinə yazıram 10. Çıxaq B, üstə gələk. 5B bərabərdir 38. 20 çıxaq 2B. Üstə gələk 5B 38, 20 üstə gələk 3B 38, 3B'miz 18'ə bağlıdır, B'miz də 6'ya bağlıdır. B'miz 6'ya bağlıdırsa, deməli A'mız da nəyə bağlıdır? 4'ə, B'miz də bərabərdir 6'ya. Qarışıqda metan həcm payını tapın deyəndə, qarışıqda metan 4 moldur, ümumi qarışıqda 10'dur. Vursaq 100%, cavabımız 40% alınar. Birinci bəndimiz oldu, Y variantı. İkinci. İyon rabitəsi kovalent rabitənin tayını tapmalıyıq. Deməli, burada 2 iyonumuz, 3 polyar kovalentimiz var. Natrium 2 CO2 açıqda yaza bilərik. Mən uşaqlara necə öyrətmişəm? 2-ni 3'ə vurun, ümumi rabitə 6'dır. 6'dan 2 iyonu çıxın. 4 tane de polyar kovalentimiz var. Belə də tapa bilərsiniz. Birinci tərəfi A'ya, ikinci tərəfi B'yə vururam, yazıram. A üstə gələk B'miz 10'dur. 3A üstə gələk 4B'miz də 17'dir. Əvəzləmə yolu ilə yenə bunu rahat işləyə bilərik. A bərabərdir 10 çıxaq B yerinə qoyuram. 3, 10 çıxaq B üstə gələk 4B bərabərdir 17. 30 çıx 3B plus 4B 17. 30 üstə gələk B 17. Deməli, B'miz hesablamamıza baxaq. 3, biz axı burada səhvliyə yol verdik. Burada elə bil ki, yox, səhvliyimiz yoxdur. İyon rabitənin sayı 10'dur. Kovalent rabitənin sayı da bu qədərdir. 4 düz işləmişik. 30 çıxaq. Aha, deməli 3B deməli A'mız bərabərdir 10 çıxaq B 30 çıx düzdür də bəs burada 30 hesablamamıza biraz səhvliyə elə bir yol verdik. Bir dəqiqə uşaqlar. Yenidən birə başladıq. Burada iyon rabitənin sayı 2 dənədir. 2A üstə gələk. Burada isə iyon rabitənin sayı neçədir? Deməli, deyirəm, dartsa düzgünlüyümüz olmadı. İyon rabitənin sayı burada da 2 dənədir. 2B, bəli, bərabərdir 10. Əla, indi fikir verdim ki, artıq səhvliyə yol vermişik. Deməli, 3A üstə gələk. Deməli, 4B'miz də bərabərdir 17. Gəlin belə tənliklərin hər tərəfini bölək, yüngülləşdirək. A üstə gələk B bərabərdir 5. İndi isə yerinə qoyaq. A bərabərdir 5 çıxaq B. 3, yox, birinci tənliyimiz nə idi? Bir dəqiqə. 3. 5 çıxaq B. Bu 3 daha misalda. Üstə gələk 4B bərabərdir 17. 15 çıxaq 3B üstə gələk 4B 17.
Deməli 13, 15 üstə gələk B 17. B'miz də burada nəyə bərabərdir? 2-yə. Əla. Yerinə qoyaq. A üstə gələk 2 bərabərdir 5. A'mız da bərabərdir 3-ə. Qarşılıqda maddələrin ümumi olan sayını hesablayın. Ümumi mol 6, 5-ə bərabərdir. 3-ün üstünə 2, 5-dir. Qarşılıqda maddələrin ümumi mol sayını hesablayın. 5 mol. Növbəti məsələmiz var. Daha maraqlı məsələdir. 3 dənə maddəmiz var. Qarşının kütləsi 207-dir. Qarşının ümumi mol sayı 5-dir. Fikir verin. Hamısında karbon sayı 3 dənədir. Deməli biz cəmi bizim 3 karbon, 3 karbon, 3 karbon birləşməmiz var. Deməli belə siz nə etməliyik? Biz burada 5 ümumidə karbonların ümumi sayda, qarşının ümumi mol sayda birlikdə 5-dir. Bax belə götürək. 5 moldur. 5 moldur və ümumilikdə də bizim hamısı birini götürəcək. Elə bil hamısı birlikdə 5 moldursa, hamısında karbon sayı 3-dürsə, biz 12-ni vuraq 3-ə 36 eləsin. 1 karbon 36-dır. Belə götürək. 1 karbon 36-dır. 5 karbon isə X-dır. Bu da gəldi elədi səhv eləmirəmsə. 5-i bir dəqiqə 5-i vuraq. Uşaqlar 36 elədi 180. Əla. Deməli 180 karbon var qarışıqda. 207-dən də çıxsam 180-i. Deməli 207-dən də çıxıram 180-i. Qarşıda da mənim var 27 hidrogen atomum. Vəssalam. Cavab A variantı. Davam elədik. Qarşıqda yenə də CH4 var. Qarşıda yenə də CH4 var. Bu qarışığı yandırmalıyam. 2 mol oksigen, CO2 alınır. 2 mol su alınır. Sonra CH4 oksigende yandığı anda 2 molekula CO2 ayrılır. 2 molekula su ayrılır. Oksigende miqdarı neçəyə bərabərdir? 2-yə. Qarşılığın həcmi birini A'ya, birini B'yə vuraq. A ilə B'nin cəmini 20. Sərf olunan oksigen dedikdirsə, burada 3-dür, üzrü sayın. 2 A ilə 3 B'nin də veririk 50. Əla. Deməli, A bərabərdir 20 çıxaq B. Gətirək yerinə qoyaq tənlikdə. Deməli 2, 20 çıxaq B. Üstə gələk 3B bərabərdir 50. Deməli 40, 40 çıx. 40 çıx 2B. 40 çıx 2 dəqiqə. 2B. Yəqin 40. Dəqiqə uşaqlar. Nəsə narahatçılıq oldu elə bil. Hesablamamı. Aha 40 çıxaq 2B. Üstə gələk 3B bərabərdir 50. 40 üstə gələk B 50-dirsə, B'miz də eləsin 10. B'miz 10-dursa, A üstə gələk 10 20-dirsə, onda bizim A'mız da nəyə bərabərdir? 10-a bərabərdir. İlkin qarşıda qazların kütlə nisbətlərini müəyyən edin. Yəni onun 10 deməkdir ki, 1-in 1-ə də, yəni ki, 1-in 1-ə qarşılıqlı təsirdə olubdur. Yəni 16-nın 24-ə. 24-ə yox, 28. Hər tərəfdə 4 ixtisar eləsəm 4-ün 7-yə kütlə nisbətində qarışıq A variantı. Növbəti məsələmiz gəldi. CH2, CH4, CH6, 12 mol karbon var. Fikir verin, 12 mol birlikdə karbon var. Bax, 12 mol karbon var. Bir karbon kütləsi 12 qramdırsa, 12 mol karbon kütləsi 144 qramdır. Deməli, 174-ün 144-ü karbonundur, 30-u da hidrogendir. Deməli, burada 12 dənə karbon, 30 dənə hidrogen olur. Və ümumi atomların sayı 42 aya bərabər olub. Doğru variantımız D variantıdır. Sonra çünki karbonların görsünüz miqdarı eynidir. Yəni 12 mol hansı tərəfə fırlasaq da eyni olduğuna görə, yəni biz elə bil hamısı ümumilikdə karbonların kütləsi 144-ə bərabər olacaq. Bu qədər və 30 hidrogenim var. 1 mol hidrogenin 1 atomdursa 30 atomlu olması üçün də 30 hidrogen olması vacibdir. Bax, davam edirik 6-cı məsələdən. Deməli, əlimizdə nə var? Əlimizdə var oksigendən ozona çevrilmə 2-dən 3-ə. Deməli, bizim əlimizdə A qədər oksigen var. 2x qədər ozon əmələ gəlib, 3x qədər sərf olunub və qabda A çıxaq 3x qədər oksigen qalır. Əla.
Deməli, qabımızda A-2 qədər oksigen qalıb. Və son qarışıq budur, bax. Bax, bu sondur, bu sondur. Son qaz qarışığında 40% nəyimiz var? Ozon, oksigenimiz var. Yəni, qabımda A-3x qədər oksigenim var. Sonda, deməli, 2A qədər də ozonum əmələ gəlib. 2x qədər də bağışlayın, ozonum əmələ gəlib. 40 da bərabərdir 32A çıx 96x bölək 32A çıx 96x plus 96x-ə. Başa düşdünüz məni? Yəni, oksigen ilə ozonun cəminə. Onu da vuraq 100-ə. Bunlar getdi. Bununla da bu getdi uşaqlar. Bura yazaq 0,4. Yazırıq. 32A çıx 96x bərabərdir 12,8A. Buradan deməli 19,2A bərabərdir 96x-ə. A da bərabərdir 5-ə. A-nın 5 olduğunu tapdıq. İndi gəlin A-nın 5 olduğunu yerinə qoyaq. Deməli A 5-dir. 5-dir. Belə götürək. 5x-dir da, daha doğrusu 5x-dir. 5x-dən 3x çıxanda yerdə nə qaldı? 2x oksigen artıq qaldı. 2x də ozon alındı. Tarazı anda qabda təzyiq necə dəyişər? Başda 5x idi. 4x qalır. X-ə azalır. X azalır. Azalan x 5x-in neçə faizini təşkil edib? 20%-ni. Və doğru variantımız C-dir. Davam elədik. Əlimdə kalsium var. Üzərinə su gəlirəm. Ne alınır uşaqlarım? Kalsium molşdan 2 dəfə. Hidrogen sadəcə suyun qabağına 2 düşür. Kalsium hidridin də üzərinə su gəlirəm. Ne alınır? Kalsium molşdan 2 dəfə alınır. Üzərinə gələ H2. Əmsallaşdırıram. Bura 1-2, bura 1-2. Birinci tənliyimizi vuraq A-ya, ikinci tənliyimizi vuraq B-yə. A ilə B-nin molunu mənə verib 6. Hidrogen. Aynı anda 2B-ni mənə verib, əzizlərim 10. A-lar getdi. B bərabərdir 4-ə. Onda A da bərabərdir 2-yə. Kalsium mol neçədir? 2. Bu qədər. Rahat məsələ idi. 8-ci məsələ. Metal. Burada 1 metal var. 5 dənə də qeyri-metal var. Burada 3 metal var. 2 dənə də qeyri-metal var. Birinci tənliyi A-ya vurun, ikincini B-yə vurun. A üstə gələk 3B bərabərdir N. 5A üstə gəlin 2B yenə bərabərdir N. İkinci deməli nətər edək ki tam aydın olsun. 3, 4. Oy, bağışlayın. Burada 4 deyə uşaqlar. Burada 4 atom var. Bax 4-də həbsə bir səhvlik eləmişdik. Deməli, gəlin. İkinci tənliyimizi vuraq 1,5-ə. A üstə gələk 3B bərabərdir N. 6A üstə gələk 3B bərabərdir 1,5N. Getdik. 5A bərabərdir 1,5-dən 1 çıxanda 0,5 eləyir. Deməli, A da bərabərdir 0,1-ə. Əla, yerinə qoyaq. 0,1 üstə gələk 3B bərabərdir. 0,N çıxırıq. 0,5 N-dir, bağışlayın. Aha, buna N yazaq. 0,1 N bərabərdir N. 0 tam, elə bil N-dən 0,1 N çıxanda 0,9 N bərabərdir 3B. İxtisar eləsəm 0,3 N də bərabərdir B-yə. Əla. Qarışıqda oksigen kütlə payını tapın. Nə gözəl. Deməli, kalsium karbonat qarışıqda olub 0,1. Magnezium 3N2 isə qarışıqda tapdım 0,3. Bunun kütləsi 10 elədi, bunun kütləsi 30 elədi. Ümumi qarışığın kütləsi 40-dır. Baxın indi oksigenin kütləsi 48-i vuranda 0,1-i 4,8 eləyir. Qarışıqda, yəni burada 4,8 oksigen var. Bölsəm 40-a, vursam 100-ə, oksigenin kütlə payı burada neçə eləyər? 12%. Variant Y.
Yine qış sistem tənliyimiz var. İkisi birlikdə 112 litrdir. Yenə mola çevirək. A plus B'miz elədi 5 mol. Birdə nə qədər şey var, proton var. Gəlin baxaq, 7 bunun protondur, 3 də bunun protondur. Elədi 10'a üstə gələk. Burada isə 2 proton var. 2B bərabər M plus 14. Neytronu gələndə hidrogenlərin neytronu yoxdur. Bircə neytron buradadır. 7A da bərabərdir N-ə. Yerinə qoyaq sistem tənlikdə. 10A üstə gələk 2B bərabərdir 7A üstə gələk 14. 3A üstə gələk 2B bərabərdir 14. A plus da B bərabərdir 5. Getdik tənliyi yerinə qoymağa. Buradan da əvəzləyək A bərabərdir 5 çıxaq B. Yerinə qoysaq 3, 5 çıxaq B üstə gələk 2B bərabərdir 14. 15 çıxaq 3B üstə gələk 2B 14. 15 çıxaq B 14. B də elədi 1. Əla. B'nin qiymətini mən 1 aldımsa, ikisi birlikdə 5 mol değildi. Onda bunun da molu 4'dür. İndi kütlələrini hesablayaq. 4'ü 17'ye vursaq 68. Burada da cavab elədi 2. Və cəmin içəni verdi 70. Qarşılığımızda propen var. Növbəti məsələyə baxırıq. Propen var və etanımız var. Qarışıq bir damısı 5 moldur. Əla. Əla. Qarışıqda 5 molda 144 qram karbon var uşaqlar. 144 qram karbon var. 144 qram karbonu gəlin əvvəlcə hələ baxaq görək mənim 144 qram karbonum burada görən neçə mol olubdu. Deməli, neçə mol olub əvvəlcə onu bir tapaq. Qarışığında etanın mol miqdarını tap. Gəlin belə yazaq da. A, B, C qarışıq hamısı birlikdə 5 moldur. 40A üstə gələk 42B üstə gələk deməli 30 C-ni də götürək hamımız birlikdə eləyək 144. A karbon deyir. Üzrlü sayın. Deyən bir dəqiqə uşaqlar. Karbon deyir axı. Mən bunu niyə bu qədər karbon deyirsə silək bunu. Bunu sildik. Qəşəng. Karbon. Deməli burada nə qədər karbon var? 36A üstə gələk 36B üstə gələk. Deməli 24C bərabərdir 144. Əla. Birinci tənliyi vuraq. Hər tərəfini 36'ya gəl vuraq. 36'ya vuraq. Bax belə. 36, 36, 36, 36. Deməli 5'i də vururam tez 36'ya. 180. Əla. Hamısı getdi, 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 getdi. 12C bərabərdir. 180'dən çıxıram 144. 36. C'miz bərabərdir 3. Əla. Deməli C 3 moldur. Çiçək kimi. Deməli 5 molun 3 molu C-nin arasına da 1 mol pay düşəcək. İndi siz deyəsiniz ki, müəllim özündən 1 mol qoydu. Xeyr əzizlərim. Zaten bunların kütlələri eyni idi. Başa düşürsünüz məni? Karbonların sayı da eyni idi. Deməli hərəsinə 1 mol maddəni əlavə edə bilərik. Qarşıda etanın molu neçədir? 3 mol. Davam elədik. Deməli mənim əlimdə metan var və metan yananda 1 mol CO2 ayrılır. C oksigende yananda CO2 ayrılır. Belə götürək. Etan da oksigende yananda 2 mol CO2 alınır. Bax belə götürək biz bunları. Deməli bunu da 2 mol yananda bax düz götürək. 2 mol da CO2 ayrılır. Əla. A üstə gələk 2B üstə gələk C bərabərdir 1,1. A üstə gələk 2B üstə gələk 2 C'miz də bərabərdir 1,6. A'lar getdi, bunlar getdi. C'miz elədi 0,5. Deməli 0,5. 0,5. Mənim C maddəm 0,5 mol elədi. Əla. İlkin qarşıdan 2 qram etan var. İlkin qarışıqda neçə qram etan olmuşdur? İndi gəlin bunu biz bir yerinə qoyağında uşaqlar ki, ilkin qarışıqda elə bir 0,5'i vursam 28'ə, etan 30'a, 0,5'i vursam 30'a, ilkin qarışıqda təbii ki mənim olacaqdır 15 qram etanım. İndi digərlərini də gəlin baxaq. Deməli A üstə gələk 2B. İndi bir söz deyim də sizə. Bax siz görürsünüzmü ki
Burada yenə də molları bərabər görürəm mən burada. Ona görə də elə bil ki 1,1-dən 0,5 mol çıxanda 0,6 mol eləyir də uşaqlar. O 0,6 molun onda 0,3 molunu CH4-ə verəyin. 0,3 molunu da biz CO-nun payını verəyim. Deməli 0,3 mol CH4, burada da 0,5 mol. Deməli əlimdə nə var? C2H4 var. Və hesablayanda bütün mollar gəlir doğrunda 1,1 mol eləyir. 0,3 moldan 0,3 mol CO2 ayrılır. Bax belə düzgün işləyək. 0,3 moldan 0,3 mol CO2 ayrılır. 0,5 moldan da 1 mol CO2 ayrılır. Toplayanda da doğrudan da gəlib o hamısı bitdi 1,6 mol CO2 eləyir. Deməli hesablamamız düzdür. Deməli bizim ilkin qarışıqda 15 qram deməli nəyimiz olubdur? Etanımız olub. Всё. Keçdi 12-ci məsələmizə. 12-ci məsələmizdə qazlarımızın molu A ilə B-mizin molu deməli bərabərdir. Qarşıda maddələrin ümumi mol sayını. Deməli 104 qram verir uşaqlar. Gəlin bunu kütlə ilə eləyək. 16A üstə gələk 28B bərabərdir 104. Deməli metanın yanmasında oksigen qabanı gəlin baxaq. CO2 plus 2 su. Metan yananda oksigen qabanı düşürməndə 2. Yox, bura yox. Bura düşür 2. İndi isə gəldik etilenin yanmasına. Etilen isə etilen yananda oksigenin qabana düşür 2. Buradan 2 mol CO2 və 2 mol nə alınır uşaqlar? Su əmələ gəlir. Ay sağ ol 2 mol. Elə bil ki su əmələ gəlir. Buradan da deməli biz necə bunu hesablaya bilərik? Necə baxa bilərik bu məsələyə? Ki aynı anda 3B-ni 12. Əla. Nə gözəl. Hər iki tərəfini vuraq 18-ə, 16, 24, 12-ni də vuraq 8-ə, 96 olsun qoy bu. Getdi, A-lar getdi, 16 idi axı bu. 4B bərabərdir. 104-dən çıxıram. 96-nı elədi 8, B elədi 2. Nə gözəl. Deməli, B-ni çaldım. B-ni çaldım. İndi gəlin yerinə qoyaq. 16A üstə gələk. 56 bərabərdir 104. Deməli, 104-dən çıxıram 56-nı. 16A bərabərdir 48. A da bərabərdir 3. Deməli, qarşıda 3 mol metan, 2 mol etilen olubdur. A-nı hesablayın. A-nın cəmdə 5 mola bərabərdir. Davam elədik. Növbəti məsələ gəlir. Oksigen qazı var və ozon qazı var. A və B. A və B molların cəmi 7-dir. O niproton 16 aynı anda 24 B-min qiyməti 120-dir. Tərnimi gəlin qurağın. A bərabərdir 7 çıxaq B. 16, 7 çıxaq B üstə gələk 24 B bərabərdir 120-yə. İndi baxırsınız 112 çıx 16 B 24 B bərabərdir 120-yə. Buradan da 112 üstə gələk 8 B 120-yə. B də bərabərdir 1-ə. Əla. 1-ə, onda A-mızın da qiyməti bərabərdir 6-ya. Oksigen ozona çevrilməlidir deyir. 3 moldan 2 mol alınırsa 6 moldan da 4 mol ozon alınır. Amma 1 mol ozonda qabda qalmışdır. Deməli ozon sonda neçə moldur? 5 mol. Davam etdik. İnsə yenə sistem tənliyimiz gəldi. Karbon oksigende yanır, CO2 ayrılır və buradan 400 kilojol stili əmələ gəlir. Kükürt oksigende yanır, SO2 və buradan da 600 kilojol enerji ayrılır. A ilə B-nin molu 6-dır. 4A üstə gələk 6B-nin də kimindirsə 20 qəbul edirəm bunu. Bax, belə uşaqlar. Hər tərəfi gəlin vuraq 4-ə, 4-ə, 24. A-lar getdi. A-lar getdi. 4A. Bu neçə B uşaqlar? 6B idi.
4'ü də 6'ya vuranda 20, yox 4'ü də 4'ə vuranda 16 üzrlü sayın. Burada səhvliyə yol vermişəm. Buradan da 2B'miz bərabərdir 4'ə, B'miz də bərabərdir 2'yə. Deməli, SO2 2 moldur, CO2 də 4 moldur. Cavab A bəndi. Davam elədik. Ay, çox gözəl məsələ gəldi. Birinci kükürt oksigende yandırmalıyam. Kükürt oksigende yandı, alındı SO2. Sonra sing S oksigende yandırmalıyam. Sing oksigende yananda sing oksit SO2 alınır. Sing S yananda 2, 3, 2 ve 2. Oksigen 0,2,4 mol sərf olunur. Deməli, A üstə gələk 3B'miz bərabərdir 2,4 mol. SO2'miz də 1,8 alınıbdır. A üstə gələk 2B'miz də bərabərdir 1,8. A'larımız getdi. B'miz bərabərdir 0,6. Yəni, nə gözəl. Deməli, bu 2A idi. Bu da, yox, bu 2B idi. Bu da A idi. Deməli, onda belə çıxır ki, 2B, yəni 1,2 mol singes var. Nə qədər metal oksidi alınır? 2 moldan 2 mol sing oksidi alınırsa, 1,2 moldan da 1,2 mol metal oksidi alınır. Cavab 1,2 moldur. Davam elədik. 16-cı məsələ yenə möhtəşəm bir məsələmiz gəldi. Birinci, ferrum eskin oksigende yandırıram. Ferrum eski oksigende yandığı anda ferrum 2O3 ve SO2 alınır. 3 dənə maddənin oksidaşma dərəcəsi dəyişir. 4'dür, 11'dir, 2'dir. Bu da bizdə burada nəyə bərabərdir? 8'ə bərabərdir. Çox gözəl. Deməli, sing S-in oksigende, sing S mi? Aha, bəli. Oksigende yandırdım. Bu zaman alındı sing oksid plus SO2. Hər tərəfini 2, 3, 2, 2 yazıram. İndi baxın, 2 mol oksigen sərf olunur. 11A üstə gələk 3B bərabərdir ki, 1,4 mol SO2 alınıbdır. 8A üstə gələk 2B'miz də bərabərdir 1,4. Tənliyi gəlin qurağın. Hər tərəf bəlkə 1,5'ə vurağın. Olar. Onda 1,5'ə vuranda 5,5. 1,10, yox, bir dəqiqə uşaqlar, bir dəqiqə səhv getdik. Bu elə belə 11A olsun. Biz buranı tənliyin ikinci tərəfini vururuq. 5,10 elə bil ki 1,5'ə vuranda bu edir 12A. Bu edir 3B. 1,4'ü də biz vururuq elə bil ki 1,5'ə. Bu deyilir 2,1. 2,1. A əla. B'lər getdi. A bərabərdir 0,1. Deməli, elə bil mən burada ferrum eski deyirəm. Deməli, 4A'dan 8A alınmışdı da. Indi 0,8B eləyir. 0,4'də B eləyir. 0,4'dən 0,8 SO2 alınır. Belə yadımızda saxlayaq. Əla, bəs çoğun demədim. Bəs metal oksid nə qədər alınır? 0,2 molda metal oksid alınır. Keçdim o birisinə. Deməli, 11A o yerinə qoyaq indi gəlin uşaqlar. 1,1 üstə gələk 3B bərabərdir 2. 2'dən çıxıram. 1,1'i 3B bərabərdir 0,9. B'miz də oldu 0,3. Əla. Deməli, sing S 2B qədər idi də. 2B qədər idi. Yəni 2 moldan 2 mol sing oksidi alınırdısa, mən bunu 2B götürmüşəm. 0,6'dan da 0,6 metal oksidi alınır. Yəqin aydın oldu. Deməli, 0,2 dəmirin oksidi alındı. Baxın, 0,6'da sing oksidi alındı. 0,2 ilə də 0,6 oksidlərin cəmini toplasam neçəyə bərabər olar? 0,8'ə. Səhv eləmirəmsə bu bizim neçənci məsələmiz idi? Qoyun baxaq uşaqlar. Bu bizim, bir dəqiqə baxım hesaba, 16-cı, bu neçənci? 16-cı məsələmiz idi. 0,8 düzgün cavabdır. Davam elədik. Yenə əlimizin altında yenə sistem tənlik var. Ferrum eski oksigende yandı. Yenə alındı ferrum 2O3. Alındı 8 mol SO2. Bura 1,2, bura 1,3, bura 1,4 yazaq. Singes də yenə oksigende yandı. Əmsallaşdırıram. Alındı 2 mol sing oksid.
Üzərinə gələk 2 mol SO2 və 12-dən 2-yə düşəndə 10 mol oksigen var əlimdə. 3, yox, oksigen burada 11 idi, axı üzrlü sayın. 11A üstə gələk 3B bərabərdir 10-a. SO2 də 7 mol alınıbdır. 8A ilə 2B'miz də bərabərdir 7-yə. Gəlin yenə 1,5-ə vuraq. 12, 3, 7-ni vuraq 1,5-ə. 7-ni vursan 1,5-ə, 10,5 də bura düşər. Burada A da bərabərdir 0,5-ə. Əla, yerinə qoyaq. 5,5 üstə gələk 3B bərabərdir 10. Ondan çıxıram 5,5. 3B bərabərdir 4,5. 4,5-i də 3-ə böləndə B elədi 1,5. Mənə deyir ki, sink oksidin mol sayını hesablayın. Sink oksidin mol sayını. 2 mol singesdən 2 mol sink oksidi alınırsa, mən elə bil ki, 2 mol singes, yəni nətər 2A qədərdən də 2A qədər də sink oksidi alınır. Yəni A-da 0,5 almışam da. Yəni belə çıxır ki, birdən də 1 mol sink oksidi alınır da. Deməli, sink oksidin kütləsi burada neçəyə bərabərdir? Sink oksidin kütləsi burada bərabərdir. Deməli, 1 mola. Elə bir sink oksidin kütləsi burada bərabərdir 1 mola. Amma biz B-ni 1,5 almışıq, xay uşaqlar. Onda 1,2 moldan 2 alınırsa, elə bil ki 2B 1,5 vur 2-də 3 moldan da 3 mol sink oksidi alınır. Üzrlü sayın, mən bunu səhv elədim. Deməli, elə bil ki 2B idi də. Elə uşaqlar 2B-dən də 2B alınır. 2-ni də 1,5-ə vuranda, yəni 3 moldan 3 mol sink oksidi alınır. Cavab birində 3-dür. Bir də mənə deyir ki, qarşıda ferromeskin kütləsini tap. Mən də isə 0,5 aldım. Düzdür? Deməli, qarşıda da 4A ferromeskinin kütləsi var. Yəni 4 vuraq 0,5 vuraq, mən sizə deyim də 120 var. Bax, belə 120 var. 2-ni də 120-yə vursaq kütlə neçəyə bərabər olar? 240-a. Deməli, cavabımız elədi 240. Bir də cavabımız elədi 3. Davam elədik. Deməli, N2 plus 3H2. Buradan nə əmələ gəlir, əzizlərim? 2NH3 əmələ gəlir. Deməli, bu Y burada budur. X hidrogendir. Z də azotdur. Çünki ən çox molu olan ən çox molu olan burada nədir? X-dir. Ən çox molu olan X olduğuna görə deməli bu da bizə deyir ki 0,6 mol X reaksiyaya girərsə, yəni axı mənim X-im 3 mol reaksiyaya giribsə 2 mol amonyakım alınır. 0,6 mol X reaksiyaya girirsə 0,4 mol da Y alınır. Cavab belədir 0,4 mol Y. Davam etdik. Yenə gözəl bir məsələmiz gəldi. Yenə N2 tam sərf olunur. Hidrogen yarım çıxdı və buradan 2 mol NH3 alınır. Qapalı qabda azot və hidrogen reaksiyasının dəyişmə qrafiki verilib. Başa çatdıqdan sonra qaz qarışımı orta molar kütləsi 12-dir. Başa çatdı. Başa çatandan sonra uşaqlar mənim bir amonyakım alınıb, bir də artıq qalan hidrogenim var. Onda nə qədər bilmirəm də. 2A hidrogen götürürəm, 17B də bunu götürürəm. A plus B götürürəm. 12A üstə gələk 12B bərabərdir 2A üstə gələk 17B-yə. Deməli 10A bərabərdir 5B-yə. İxtisar eləyək 2A bərabərdir B-yə. A-mız da bərabərdir 1-ə, B-miz bərabərdir 2-yə. Deməli A-mız 2-dir. Mənim yəni ki, belə çıxır ki B-miz də 2 moldur. Deməli 2 mol amonyakı almaqdan ötəri 3 mol hidrogen, 1 mol azot lazımıymış. Amma mənim sonda 1 molda hidrogenim artıq qalıbdır. Deməli 3 mol girib 1 mol artıq qalıb. Başda 4 mol hidrogenim var imiş. Əla. Başda 4 mol hidrogenim var imiş. X azotdur, Y də hidrogendir. Bu da mənə deyir ki, X-in Y-ə nisbətini tapın. Yəni 1-in 4-ə nisbətini tapın. Cavab gəldi neçələrdir? 0,25. Əla.
Davam elədik. Yenə də qəşəng məsələmiz gəldi. Kuprum üstə gələk S, alınır kuprum S. 96 qram almaq üçün 64 qram mis, 32 qram kükürt lazımdır. 48-i almaq üçün 32 qram bu, 16 qram da mənə lazımdır kükürt. Amma bu M-dirsə, bu da 2M olmalıdır da, belə götürək. Amma 4M verib. Deməli 2M misi mənə artıq verib. Artıq. Deməli burada da M-in qiyməti nəyə bərabərdir? 16-ya. Deyir, son qaz qarşısında bərk qalıqda kupromesin kütlə payını tap. 48 kupromesi alınıbdır. 2M qədər də mis artıq qalıb. Yəni 2-ni vurun 16-ya da 32 də mis artıq qalıb. Deməli, bərk qalığın kütləsi, bir dəqiqə mən sizə deyim də, neçədir? 80-dir. Kupromesin kütlə payını tapıram orada. 48 bölək 80 vuraq 100. Cavab elədir burada 60%. M-in qiyməti isə 16-ya bərabərdir. 21-ci məsələ. Əlimizdə HKS var, bir də əlimizdə N2 var. Bunların qarışığı 89,6-dır. Yəni, birdə 0,4 moldular. Onun qaz qarışığından HKSO4 alınır. HKS-dən 1 mol HKSO4 alınır. Deməli, 1 moluna 98 qram HKSO4 alınır. 196 mol üçün deməli 0,4 yox, 4 bağışlayın 89,6 daxı 2 mol lazımdır. Deməli 2 mol bunun uymuş, 2 mol da bunun uymuş. Mol pay nə qədər imiş? 50-nin təbii ki 50-yə. Çünki bərabər mollardadılar. Davam elədik. Axırıncı, sonuncu məsələmizdir. S3H4 var, bir də S2H6 var. Hər ikisinin kütləsi mol payını götürək. X-dən Y-in mol payı 0,4 moldur. 40X ilə də 30B-nin də qiyməti 13-dür. Tənliyi quraq. X bərabərdir 0,4 çıxaq Y gətirək yerinə qoyaq. 40, 0,4 çıxaq Y. Üstə gələk 30. B nədir? Hə, Y-i bağışlayın. 30Y bərabərdir 13. 16 çıx 40Y. Üstə gələk 30Y bərabərdir 13. 16 çıx 10Y bərabərdir 13. 10Y bərabərdir 3. Y də bərabərdir 0,3. Deməli, Y-im 0,3-dürsə, bu daxı 0,4 mol ikisi birlikdə. Onda bu da 0,1 mola bərabərdir. Y hesablayın desə, 0,3-də vursam 30-a, Y-imin kütləsi neçəyə bərabər olar? 9 qrama. Bu birinin də qiyməti 4 qrama bərabər olsa, cəmi yenə də mənə 13 qramı verdi. Bu qədər uşaqlar, təşəkkür.